bu danışıqlar uğursuz olsa belə hərbi əməliyyatlar düşürəm ki, bu aralıq seçkilərdən sonra ola bilər. Yəni, yaxın mən noyabr ayına qədər elə bir əməliyyatların olacağını düşünmürəm. Hərçənd Trump proqnozlaşdırılmayan bir siyasətçidir. Amma düşünmürəm ki, savaş ona əlavə reyting gətirsin və bu seçkilərdə əlavə, necə deyirlər, səslər ala bilsin. Ona görə də məncə bu məsələ biraz çəkə bilər. Amerikada mümkün qədər əslində bu prosesi, necə deyirlər, danışıqları həm də uzadacaq ki, burada haqsız tərəfi İran olsun ki, beynəlxalq necə deyək, simpatiyanı qazana bilsin. Yəni, İranın əgər uğursuz olacaqsa, bu günahı ucbatından bunun belə olduğunu və müəyyən qədər də gələcəkdə əgər hərbi əməliyyatlar düşünüləcəksə, ona bir legitimlik də onu da geyindirilsin. Hörmüz boğazı ilə bağlı əslində Trump da Obama dönəmindən bəli, biraz bir addım geri atmış kimi görünür. Amma burada bir hansısa, deyək ki, bir gələcək plan da ola bilər. Yəni, Amerika Birləşmiş Ştatları birbaşa İranla savaş apardı, Hörmüz boğazı bağlandı və dünya iqtisadiyyatına, siz də bayaq göstərdiniz, təxminən 2 trilyondan artıq zərər dəydi. Bu çox ciddi bir nəticədir. Trump əslində böyük mənada Hörmüz boğazından Amerikanın çox da marağı belə deyək yoxdur. Yəni, Amerikanın birbaşa iqtisadiyyatına təsir etmir, amma dünya iqtisadiyyatına təsir edir. Nələr baş verəcək belə olduğu halda, əgər İran orada keçid haqqı filan məsələsi yenidən gündəmə gələcəksə, Körfəz enerji resurslarının, Netanyahu da bunu xatırlayırsa, bir dəfə açıq şəkildə dedi ki, boru xətləri Səudiyyə Ərəbistanı üzərindən İsrail limanlarına gəlsin. Bu həm qaz xət demək ehtiyatlarının Qətərdən və digərlərin çıxarılmasına aid, həm də neft demək ehtiyatlarının alternativ yollarla dünya bazarına çıxarılmasına. Yəni, bu layihələr həyata keçə bilər. Bundan başqa Hörmüz boğazında əgər İran gələcəkdə israr eləyib orada keçid haqqı qoyacaqsa ki, bu Körfəz ölkələri ilə münaqişəni qızışdıracaq. Bundan daha çox etkilənən Avropa və Asiya ölkələri olacaq ki, onlar İrana təzyiq eləyəcəklər. Yəni, Amerika... Amma, Oqtay bəy, Amerika Birləşmiş Ştatları özü də pul qazanmaq istəyir. Yəni, İran da o pulu qoya bilər. Amerikada hər vəclə görünür ki, bundan sonraki dönəmdə Hörmüz həqiqətən də tam açıq, pulsuz şəkildə fəaliyyət göstərməyəcək. Çünki hər iki tərəfin marağı var oradan gəlir əldə etməklə bağlı. Yox, Amerikanın əslində diqqət edin. Hörmüz boğazı bağlananda Amerikanın özü dünya bazarına daha çox neft çıxarır. Çünki Amerika özü daxil ən böyük neft istehsalçılarından, qaz istehsalçılarından biridir. Və dünya bazarına çox ciddi miqdarlarda onlar neft çıxartdılar, satdılar. Bir tərəfdən Amerika həm qazandı, orada dünya iqtisadiyyatı itirdi. Gələcəkdə də bu belə ola bilər. Hörmüz boğazı ilə bağlı mübahisəli məqamlar davam edə bilər. Amerika da kənardadır. Artıq bu Amerikanın problemi deyil, dünyanın problemi kimi təqdim olunacaq və dünya ölkələri İranla bu bir formada anlaşmağa yaxud ona təzyiq etməyə çalışacaqlar ki, Amerikada belə deyək, paralel şəkildə öz enerji resurslarını dünya bazarına çıxaracaq. Hörmüz bağlanandan sonra biz onlarla böyük iri tankerlərin Amerikan sahillərinə yaxınlaşdığını bilirik. Və orada milyonlarla barel neftin də dünya bazarına çıxarıldığını bilirik. Yəni, o baxımdan bu məsələlər hələ açıq qalır. Tam şəkildə bu anlaşma ilə bağlı, yenə deyirəm, ilk növbədə... Həqiqətən də müəmmalı məqamlar çoxdur. Çoxdur və hələ tərəflər imza atsalar da belə, bu məsələdə hələ tam şəkildə həmfikir deyirlər. Xüsusilə də uran məsələsi, proksi qüvvələr məsələsi və nüvə proqramı ilə bağlı. Yəni, orada qeyd olunur ki, İran bir daha bəyan edir. İran onsuz da bəyan edir ki, o nüvə silahı istəmir. Yaxşı, nüvə silahı istəmirsə, ondan nədən uran 60%-ə qədər zənginləşdirilmiş ki, 60%-dən sonra bilirsiniz ki, nüvə silahının yaradılmasına necə deyirlər, bir addım qalır. Yəni, burada çox məsələlər var ki, hələ də aydın deyil və İran da əslində elə diqqət edirsiniz ki, bundan bir xeyli də ruhlanıb və artıq başqa istiqamətlərdə məsələlərə müdaxilə eləməyə çalışır, elə Ermənistana təhdidlər də və qalib ruhu ilə bəyanatlar verməyə başlayır. Bəli, yəni biz yenə də Zəngəzur dəhlizinə imkan verməyəcəyik və sonra bugün də İran rəsmilərinin biz açıqlamalarına baxırıq. Sanki ən azı Azərbaycanla Ermənistan arasında olan məsələni bunlar regionallaşdırmaq, qloballaşdırmaq istəyirlər və bunu başqa cür təqdim eləməyə çalışır. Bu yerdə İsrailin 12-ci kanalı maraqlı bir informasiya paylaşıb ki, İsrail ordusuna Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri İsrail Katz tərəfindən Livanda atəşi dayandırmaq tapşırığı verilib.